Burada qalmışsınız. Ev baxımlıq bu ev burada. Bakıyorum ev burada. Qarşıq halınızı alıyoruz ama. Çok var. Ne tarafı? Ben seninle bunlara müsbet Yaraslarla bir saniye kasabasında 3.369'da yaşıyorum. Evim Çil'di yanıqdı, Çil. Her yerinde getmişəm, yani Qaşqınqoma da 2 dəfə getmişəm. Artıq dəfələrlə icra baxısına xahiş etmişəm. Şimdi mənim deyimim ki, 2 qışda mən bax bu vəziyyətdə qalmışam. Yani evimə damır, yəni şu an ortamda tatıram, ortamda tatıram. Bax belə, gözümdə bir şuşam anasıyam. Nə heç yerdə işləmirəm. Yəni çöldənəm, çetman soğuğa, çetmana gedirəm. Dəfələrlə deyib xahiş etmişəm. Məktəbdən, bağçadan sütür gəlsinlər, bir iş vermir. Evimi də deyib, bax belə qalmışam nəsə. Xahiş etmişəm, ölkəmizdə nə ki, işləyən yaxşı şəxsiyyətli insanlardan xahiş edirəm, mahkumluqları qırısı mənim edəcək. Mehriban xanımdan xahiş edirəm, prezidentimizdən xahiş edirəm mənim edəcək. İki qışdır mənim balalarım deyir. Eviniz kil yanır. Çil 4 aydı mənim evim deyir. Bəli, icra hakimiyyətsiz baxmırdı evə. Çox getmişim ki, dəfələr gelmişdik, səhv bayram qabağı gəldim. Tikmir. Ha. Getdikcə hər dəfədə düşdüm. Siz də buradan prezidentimizdən xahiş edirsiniz ki, sizə köməkçi eləsin. Kömək eləsin, mənim evim. Sizin icra hakimiyyətimiz... Şu an anasıyım, heç bir yerdə də işləmirəm. Vəziyyətim də budur, evimdə bir yordan, bir döşəyəm. Bu da damcının altındayım. Yağış yağanda çıxar, pər açmam, atıram çölə quruduram. Yığıram gecə içəri. Yağış yağanda bir də mən bax bu vəziyyətdəyim. Mənim imki yox, baxmır. 50 dəfə getmişəm, qəbula getmişəm. Hər dəfədən mənə bir müəqqəsi yoxdur. Sizin bu evi üçün düzəltmirlər də. Siz buradan prezidentimizdən xahiş edirsiniz ki, sizə köməklər olsun. Xahiş edirəm, ya ev versin, ya imkanı varsa, belə nə tədbirmi, belə yaxşı imkanı varsa, artıq evi varsa, bax belə imkanı varsa, mənə ev versin. Bura baxmırsan, mənə hər yerdə evi var, hər yerdə qaşqını var. Bura yerləşdirmirsən, məni başqa yerə gedir. Bəs sizin icra hakimiyyətimiz və bir belə qəsədən sizə bir dənə ev tap verənmir? Yox, vermədi. O gün də, hatta keçən həftədə gedəndə dedim Füzulinin icra başçısından ev başqalarına köməklisiniz. Onu da mənə razı olmadı. Dedi ki, olmaz, bana pis gəlir. Ona görə də bax, biraz susuz qalmış. Bəs pis gələr, bəs sizin eviniz necədir? 5 dənə yetimin var sən, heç ada işləmirsən, qadın xeyli alsan. Xahiş edirəm, Füzulinin də icra başçısına xahiş edirəm. Prezidentimizdən də xahiş edirəm, Bakının icra başçısından da xahiş edirəm. Yelaqanın icra başçısından da xahiş edirəm. Diraslanın da icra başçısından xahiş edirəm, mənə kömək eləsin, mənim evim çiz. Mən 5 kəsə görə yox, elə mənim bu 5 dənə körpəmə yazılacaq. Siz Biləsuvar rayonunun bir salı qəsəbəsində qalsınız. Eviniz nömrəsi neçədir ki? 369. Hüseynova Günlarə. Hüseynova Günlarə. Sizin bu yayınızı verəcək internetə prezident tərəfindən baxılacaq. Xahiş edirəm, baxsın. Hər bir icra başçısı baxsın, görsün ki, yəni bu elə sığan hədisatdırsa nə deyim, yaşayarım, amma yaşaya bilmirəm, bax belə qalmışım. Bəli, görükür də burada heç kim yaşamaz axı və belə insafsızlıq olmaz axı. Evə bax, sən. Mənim yatdığım yerdə bax buradır. Sizin qaldığınız yerdə, ha? Gəlin çəkin, bax buradır. Gəlin. Allah. Yəni, siz burada qalırsınız. Belədir, qoy işığı yandırın. Bu vəziyyətdə qalıram mən. Yandırım.
Hayır. Bu nədir? Yanmadı işıq ya. Işıq yanmadı, evi yox, evi yox. Tabi bilir ki, siz bir damkada qalırsınız da. Ev apıranda, bak bu gündə ya. Bak bu gündə, bak bu işıq yandı, bu daha. Bak burada. Bak bu daha, bak. Hamısı damcının altındadır. Deyir, qablarıma Belə bak. şey olar. Bak bu daha, deyir, bak. İçi qışdı, mən bak burada qaldım. Belə icra hakimiyyəti olar, Cəbrayıl rayonumuzda. Baxsın, yaxşı Cəbrayılda vəzifəli oğlanlar var. Vəzifəli prezidentimiz var ondan sonra. Dövlət prezidentimiz var. Mehriban xanıma, xahiş edirəm, mənə köməkdə. Belə yerdə qala bilərlərsə icra başçısı. Nə deyirəm, yəqin ki, məsləhətli qalırım. Bax, burada qalırsınız. Buradan yana. Ev bax, yanaq da ev burada qalır. Bax, yanaq ev burada. Paraşıtla bizi o verir o zaman. Çok var. Ne tarafta? Mən Sevinəli Gülnarə Müslət qızı. Yeraslar rayonu bir sahil qəsəbəsində 3 ev 369'da yaşayır. Evim 2 ildir yanıbdı, 2 ildir. Hər yerə də getmişəm, yəni Qaşqınqoma da 2 dəfə getmişəm. Harada dəfələrlə icra başçısından xahiş etmişəm ki, mənim evimi tikib. 2 qışdır mən bax bu vəziyyətdə qalmışam. Yəni evimə damır, yəni uşağımı oradan ora dartıram, oradan ora dartıram. Bax belə, gözümdə 5 uşaq anasıyam. Nə heç yerdə işləmirəm. Yəni çöldənəm, Ketman soğan, belə Ketmana gedim. Dəfələrlə deyib xahiş eləmişəm ki, məktəbdən, bağçadan, süpürgəçi ilə bir iş vermir. Evimi də tikmir. Bax belə qalmışam əsir gündə. Xahiş edirəm prezidentimizdən, ölkəmizdə nə ki, nə bilim, işdə işləyən yaxşı şəxsiyyətli insanlardan xahiş edirəm, mənə köməkdarlıq eləsin, mənim evimi tikilsin. Mehriban xanımdan xahiş edirəm, prezidentimizdən xahiş edirəm, mənim evimi tikilsin. 2 qışdır mənim balalarım deyirəm. Siz eviniz ki 2 il yanır. 2 il 4 aydır mənim evim deyirəm. Bəs icra hakimiyyətsiz baxmır bu evə. Çox getmişim ki, dəfələrdə demişdi ki, bu çək bayram qabağı tikəcəm. Tikmir. Mən Ha. getdikcə hər dəfədə bir söz var. Siz də buradan prezidentimizdən xahiş edirsiniz ki, sizə köməkçi eləsin. Mənim evim. Sizin icra hakimiyyətimiz, sizin Uşağın anasıyam, heç bir yerdə də işləmirəm. Vəziyyətim də budur, evimdə bir yorğan, bir döşəyəm, bir damcının altındayım. Yağış yağanda çıxar, pər açmam, atıram çölə quruduram, yığıram gecə içəri. Yağış yağanda bir də mən bax bu vəziyyətdəyim. Mənim